Hal-hazırda Viesmont kombilərinin Ağşəhərdə yerləşən filialındayıq. Yəni burada Viesmont kombiləri və divar tipli qazanları vardır, yoğuşmalı qazanları. Onlar haqqında sizə məlumat vermək istəyərəm. Viesmont Vitodens 200 divar tipli qazanlardır. Bosch'un divar tipli qazanıdır və sadə hermetik kombisidir. Hal-hazırda Viesmont'un 140 litrlik boylerli 32 kilowattlıq yeri tipli qazanıdır. Yəni sizin bu kombilərin ən böyük özəlliyi ondadır ki, yəni isti su ehtiyatınızı istədiyiniz zaman, istər mətbəxdən, istər duşdan açdığınız zaman qaynar suyunuz gələcək. Yəni açıb saatlarla və yaxud 1-2 dəqiqə gözləməyinizə ehtiyac olmayacaq. Açdığınız an isti suyunuzu isti su ilə təmin olunacaqsınız. Hal-hazırda burada gördükləriniz tək konturlu Viesmont'un yoğuşmalı kombiləridir və gördüyünüz kimi boiler sistemi də quraşdırmaq üçündür. Hal-hazırda stenddə gördüyünüz yəni bu modeldir. Tək konturludur. İstədiyiniz zaman da yoğuşma sistemindən əlavə boiler sistemi də quraşdırırsınız. İsti su ilə istədiyiniz zaman təmin olunursunuz. Bizə ən çox gələn suallar o idi. Ən əsasən isti su problemi. Açdığım zaman 1 dəqiqə, 2 dəqiqə və yaxud 5 dəqiqə gözləyirəm ki, isti su gəlsin. Amma siz bu kombilərdən yoğuşmalı kombilərdən istifadə etdiyiniz zaman və boiler sistemini quraşdırdığınız zaman istədiyiniz zaman isti su ilə təmin olacaqsınız. Açıb duşda və yaxud mətbəxdə gözləmənizə ehtiyac olmayacaq. Yoğuşmalı kombilərin Viesmont'un ən böyük özəlliklərindən biri də odur ki, farsunka, qazanın içindəki farsunka hissəsi Matrix Plus çelik metallardan istifadə olunubdur. Yəni çürümə və yaxud paslanma heç bir zaman olmur. Çox yoğuşmalı kombilərdə biz servis xidməti göstərdiyimiz zaman içindəki farsunkanın sıradan çıxmasını görürük və yaxud ana eşenjoru dediyimiz yoğuşma qazanı sıradan çıxdıqdan sonra su yığıntısı olduqdan sonra isə paslanma olur. Amma Viesmont kombilərində farsunka sistemində yəni belə bir problem yoxdur. Və yanma kamerası qazanları isə təmiz çelik metallardan istifadə olunubdur. Yəni bunlarda da sıradan çıxma yəni heç rastlaşmırıq yəni o hallarına və ən böyük Viesmont kombilərində bir üstünlük cəhəti odur ki, 99% istilik, yəni yandırdığınız istiliyi əldə edirsiniz. Yəni çox kombilərdə belədir ki, 1 manatlıq deyək ki, qaz biz gün ərzində istifadə etmişiksə, bunun 40 və yaxud 50 qəpiyinə istiliyi əldə edirik. Amma Viesmont yoğuşmalı kombi istifadə edirsinizsə, istifadə etdiyiniz 1 manatın, yəni 99%-nə istilik əldə etmiş olursunuz. Və bunu da əmin ola bilərsiniz ki, yoğuşmalı Viesmont kombilərini istifadə etdiyiniz zaman həqiqətən kombinizi dəyişdirib Viesmont qoyduğunuzda görəsiniz ki, qaz pulu gəldiyində nə qədər yəni ekonomiya elə etmiş olasınız xərc olaraq, yəni xərcinizi minimuma yendirir. Çox ekonom kombilərdən biridir Viesmont və Viesmont dünya səviyyəsində ən yaxşı seçilən kombidir və firmadır. Ön panelində, yəni Viesmont kombilərin ən böyük üstün cəhətlərindən bu modellərdə odur ki, Wi-Fi sistemi. Çox vaxtı bizə sual verirsiniz ki, zəng vurursunuz ki, biz Viesmont kombi istifadə edirik, amma uzaqdan müdaxilə üçün, yəni istədiyimiz zaman qoşmaq və ayırmaq istəyirik. Yəni bağ evlərində bir gün qabaqcadan, ikinci gün qabaqcadan gedib kombini işə saldıq, yandırıb söndürməsi uzaqdan etmək istəyirik Wi-Fi ilə. Viesmont kombilərində Wi-Fi sistemi avtomatik olaraq ana platada yerləşdirilib, istədiyiniz zaman aktiv edirsiniz, Wi-Fi-yə bağlayırsınız və VCAN, yəni öz proqramı var. Onu da girərək istədiyiniz zaman müdaxilə edə bilirsiniz, kombinizi işə salmaq və yaxud söndürmək. Yəni bu da çox müsbət cəhətlərindən biridir. Və gördüyünüz kimi sensor ekrandır. Yəni bütün yayqış rejimi sol tərəfdəki 3 düymədə birləşdirilib, dərəcəni artırıb azaldılması, OK, saxlanıt, yəni yaddaşa verilməsi. Və bunlarda bir də ekonom rejimi vardır. Ekonom rejiminə qoyduğunuz zaman yəni minimum dərəcədə yendirir. Yəni bütün rasxodunu, istiliyin əldə edilməsini minimuma yendirir və bu da sizin qaz pulunuzun həddindən artıq çox gəlməməsinə səbəb olur.